Bugün bizim menümüzdə var. Analı pətə. Burduca hazırda pürə şəklində olmalı. Burada ləpələnmiş qozumuz var və birazdan onu üydəcəyik. Bax, belə retro stildə. Mən uzun müddət əvvəl yemişəm. Heç dadı yadımdan sıxladı bax kətəsini. Biraz da pi əlavə eləyək. Tamı yaxşı olur. Bu son partiyanı da əlavə eləyək. Hoppa. Hop, burasını biraz da yağlayırıq yüngülləri. Nədir? Bir dənə təkrar edərik. Bizim dildə hər havucu qırt. Hər havucu qırs. Hər havucu. İndə mənim günahım yox. Hər şey yaxşıdır. Çay, bunu çayla. Əhbəri daha sən bil. Qız kimi toxu. O ləzgirəm, Gürcü dilindədir o. Yox, mən bilmirəm bizim dildə. Bir dənə təkrar edərik. Bizim dildə hər havucu qırt. Hər havucu qırs. Sırf qaxa aid məşhur yeməklər var da. Yəni onun adı gəlir, bu qax yeməyidir. Sürülü. Birinci sürülü. Onun əsli qaxacdan olur deyirlər. O quru ət deyirlər də. Quru ət. Qaxac eləyirlər. Soruş, o quru ət gigiyenik olaraq yəni yaxşı bir şeydir. Çünki o quruyur, bakteriyalar falan. Quruyur, hə. Onu bilirsən, xoşlayan da olur, xoşlamayan. Eləsi var deyək, çürük ət. Amma ki, onu qurutanın qoyun əti yaxşı olur, qurutular. Bugün ancaq yemək olur işimiz gücümüz. Yeməyin də yanında nə olur? İçki olur. Mən sadəcə sırf qax süfrəsindən danışıram ki, mən təsəvvür eləyə bilmirəm ki, qaxda bir süfrə asıla və orada araq olur. Hələ xüsus da sürhüllü olanda, sürhüllünü hele belə yemək olar mı? Ancaq mən sürhüllünü araq heç hoşlanmıram. Heç içmir. O sulu yeməkdir. Özdə isti, araqla isti o. Olmur. Maraqlıdır. Ora iğne vurdurmaya gedəndə orada adamlar da dedi o sizə gələn oğlan qəşəng videolar çəkir dedi. Yo, mən nəyə xoşuma gəldi? Normalda internetdə kimsə nəsə paylaşanda ona pis şeylər yazırlar. Bir adam görmədim ki, nəsə pis şey yazsın. Buranın adamları çox mərifətli, qanacaqlı da olur, qonaqpərvərdir. Burada oğurluq mən görməmişəm, xuliqanlıq görməmişəm, pis şey var. Mən orada gələn 70-ci ildə gəlin gəlmişəm, 56-cı il. Mən hələ ha burada mənfi bir şey görməmişəm. Xoş gəldin eləyir, tanımayan. Elə gəlsən adama xoş gəldin mi? Mən onu deyirəm, hər küçədə, harada gedirsən, kimlə rastlaşsınlar, xoş gəlmirsən. O nədir? Yarımçıq qalır. Təzə stildə də olar. Təzə stildə onlar. Təzə tikir, özü niyə belə eləyir? Təzə stil odur da indi. A-frame deyirlər onu. O frame evlər deyirlər. O belə... Nədir? Hamısı kötü. Çok. Sazda qovrulan şabaldı. Həmişə uşaqlıqdan marağım olub da. Nənəm, məsələn, nəsə bir şeylər həmişə getmişəm ora. İndiki uşaqlar ümumiyyətlə çölə çıxmır. Yox. Tacirim hamının dərdi o telefonunu. Mən yalvarırdım ki, babama icazə verdim, düşüm uşaqlarla oynayayım. Yox, bunlar indiki... İndi qovursan da o qədər yox idi də telefon. Amma indi şanslar çoxdur. O vaxt maşın yox idi. Amma indi addımına maşındır, nə bilim, azqala vertolyot alırlar. Satınlıqları da, rahatlıqları da olub. Hər dövrün öz yaxşı, müsbət tərəfləri olur. Bu şabalıq, bu meşənin şabalıqdır da. Bizim yerin şabalığı. Bu şirindir, qəşəng dadı var. Bizim şabalığın irilığını neçənsən, onun dadı olsun, hamı olsun. Niyə lazımdır? Bu irilikdəki şabalığı nə eləyir? Abi o patlıdır. Bak ne? Ne var? Gel. İndiki uşaqlar ümumiyyətlə çölə çıxmır. Yox. Tacirim hamının dərdi o telefondur. 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 Məncə onu elə valideynlər şey eləməlidir. Uşağı elə böyütməlidirlər ki, uşağın küçəyə bayram marağı olsun.
Sana deyirəm, indiki valideynlər rahat işdir. Telefonu uşağın əlinə verir, özləri də gedib oturur telefonla. Nə götürür? Səssiz səmisiz o orada oynayır. O orada oynayır, bu da burada. Deyəcəklər ki, indi harda nənə, yemək, nicat oradadır, yox. Ən maraqlı söhbətlər bir kuxnada olur, mətbəxdə olur. Elə verirəm. Düzdür, bu hər yaşda dəyişən bir şeydir. Xoşbəxtliyi nədə görürsən? Sənə görə xoşbəxtlik nədir? Mənə görə xoşbəxtliyi yaxşı ailədə birinci. Aha. Əgər ailə qurarkən seçdiyin seçim düzgün olursa, ömrü boyu xoşbəxt olursan. Seçdiyin seçim tərs olursa, ömrümü bütöv uduzursan. Qışda da yoluxurlar məni. Yəni, hörməti oğul, insan özü özünə qazanır. Nəvələrimə də deyirəm, elinizi ülküdün, axsağınızdan yapışın. Atalar deyir, el içində, öl içində. Örüşdən çıxan mal qanqal otlayan şeydir. Kənar yerə getməyin. Bizim öz kəndimizin adəti var, ənənəsi var, mentaliteti var. İndiki qızlardan da olanlar qorxur. Yəni, düz qorxurlar. Ora yazmayasın, hə? Yox. O balı. Hə, burada göy yatmışam. Budilnik çalır. Oyanıram. Çorabımın üstündən çorab geyinirəm. Burada bir res cuma yıxılır. Təzdən durur, təzdən çəkirik. Soyuqdur. Yenə də soyuqdur. Gedirik. Peçi yandırmalıyam. Çünki soyuqdur. Uzun yollardan keçirik. Peçi yandırıram. Yenə də soyuqdur. Çay qoyuram. Sağ olun. Hər kəsə salam. Bugün çox lüks bir restorana gedirik. Hansı ki o restoranda rezervasiya falan heç nə qəbul eləmirlər. Yalnız özəl dəvət ilə çağırırlar. Biz də hal-hazırda ora gedirik. Görüşərik. Burada hər şey self-servisdir və bu restoranın adı Təbiətdir. Sən kətələrdən yeməyə gələcək, telefondan qoruduq səni. Zəng eləyirlər, deyir, Cumaya zəng elədilər ki, bəs şeydir, gəlmək istəyirik, bəs biz kənd həyatı istəyirik də. Nədir xərci çəkirik deyir, biz gələr bir dənə orada deyir, bezmişik deyir. Yaraşıq gəldi. Bu samovar burada, o çaxır nədir adama deyərlər? Bilmirəm də. Kablar nə çayla çaxır mı içirlər? Nə edir? Bu da deməli deyir ki, gəl qıraqdan keçək, biz də basıb oynadacaqlar da orada da. Gəlin də orada oyna. Dedim valla bu dəqiqə elə qəşəng oynayırlar ki, onların başları özlərinə qarışır da. Hə. Oynamadınız mı? Yox, yox. Baxlar, başda heç kim sağlıq demir. Hamı belə sakitdir. 3-dən, 4-dən, 5-dən sonra dur bir dənə səndir. Orada meyvə doğrayan əmi var idi. O mənə çox ləzzətli. Hamıya meyvə yedizdirirdi. Kim? Firuz əmi. Hamı soyur deyir, meyvə, ayı. Hamıya bir meyvə. Sürhülü, quru ət, sarımsaq,